Əgər biraz da evdə qalsa, anam məni evdən atacaq. Yalansız dolansız bitənlər. Maybelline Sky High maskara təkrar almayacağam, çünki çox tez bitir. Effekti yaxşıdır, amma tez bitdiyinə görə yəni bu qədər pul vermək istəmirəm mən buna. Şeyda BB krem, mənim şəkərim balım. Ən sevdiyim BB kremlərdən biridir. Hal-hazırda üzümdə olan budur. Təkrar alaramı? Yox, təkrar alacağam. Dr. Sante maskalar təkrar alacağım məhsullardır. Mənə görə uyğun qiymətlidir və belə deyim, həcm olaraq da böyük olduğu üçün mənə çox sərf eləyir. Saçım çox qalındır və mən bu tip məhsulları çox tez bitirirəm təəssüf ki. Ona görə də uyğun qiymətli olmağı mənə daha çox sərf eləyir. Ətrafımda demək olar ki, heç kimi sevmədiyi, sadəcə mənim sevdiyim L'Oreal'ın bu konsilleri təkrar alaramı? Alaram. Çox sevdiyim məhsullardan biridir. Mənə görə altdan yaxşı nəmləndirib, yaxşı da transparan pudra istifadə etsəz mükəmməldir. Məncə mənim nəsə deməyimə ehtiyac yoxdur. Necə sevdiyimi görə bilirsiniz. Fruyan üzüm acelidir, çox bərəkətlidir, qurd əlləri ümumiyyətlə qurutmur. Sevdiyim məhsullardan biridir. Təkrar mütləq alacağam. Ordinary niacinamid serum təkrar alacağam. Məsamələr və daraltı səpkilər üçün birə-birdir. Tək sevmədiyim yanı istifadə elədikcə başlığında belə bir şeylərin yaranmasıdır. Cosrx'dən retinol krem istifadə edib çox bəyəndiyim, davamlı aldığım məhsullardan biridir. Keyfiyyətini çox bəyənirəm. Əgər retinola yeni başlayırsınızsa mükəmməl seçim olar, amma hal-hazırda alınabiləcək məhsul deyil. Əgər əvvəl istifadə eləməmisinizsə, Inaf kollagen tərkibli nəmləndirici krem təkrar alacağım məhsullar siyahısındadır. Tamamilə bitirmişəm. Əgər uyğun qiymətli nəmləndirici krem axtarırsınızsa, buna baxa bilərsiniz. Şəkərim balım dediyim məhsullardan biri Cosrx'in bu ilbiz essans tərkibli olan nəmləndirici krem üzümü çox yaxşı sakitləşdirən məhsullardan biridir. Nəmləndirirmi tam mənim dərimi? Yox, çünki dərim çox qurudur. Amma çox qəşəng sakitləşdirib bərpa edən məhsullardan biridir. Mən axşam bunu vururum, səhər oyananda üzüm pambıq kimi olur. Təkrar alacağam. Ecosline saç maskası Dr. Sante'yə baxanda biraz qiymət olaraq yüksək olsa da yenə yaxşı effekt verən məhsullardan biridir. Tamamilə bitirmişəm. Bu da yenidən alınacaq məhsullar sırasındadır. Olly'nin saç üçün olan yağı, keyfiyyətini çox bəyənirəm. Bunu mən hardasa 1 ilə yaxın istifadə elədim. Yəni o qədər uzun müddət gedir. Təbii ki, yenisini almışam. Bu həqiqətən məsləhət gördüyüm seçimlərdən biridir. Hələ də saçınız çoxdur, quru saçdırsa məsləhətim olar. Bu günlük bu qədər. Şərhlərdə zəhmət olmasa hansı məhsullar sizə maraqlıdır, hansı məhsullar haqqında məlumatınız yoxdur, bilmək istəyirsiniz, qeyd edin, alıb yoxlamağı düşünürəm. Sağ olun.